10 puan verməyim üçün ekstra qəşəng olmalıdır. Bitirdiyim məhsulları birlikdə sınayaq. İlk öncə La Roche Cicaplast. Bu məhsula 10 üzərindən 10 verirəm. Dənizin rəng tonunu çox qəşəng bərabərləşdirir. Səpkiləriniz varsa müalicə eləyir. Ümumən qıcıqlamaya meyilli bir dəriniz varsa sizin üçün çox faydalı olacaq. Həmçinin yanıq ləkələrində də istifadə edilə bilər. Daha sonra Piras markasının bu günəş kremi, buna 10 üzərindən 7 verirəm. Dərdi tonal effekti verir. Bu özəlliyini bəyənirəm. Yayda tonal krem istifadə etməsəniz belə bu sizə kifayət edəcək. Amma buna edən çox günəş kremi var. Ona görə 10 üzərindən 7 verirəm. 10 üzərindən 10. Biodermanın miselyarkasıdır. Artıq bu bitməmiş, mən ikincisini sifariş etmişəm. Çox həssas bir dəriyə sahib olan biri olaraq deyə bilərəm ki, hansı miselyarkanı istifadə etsəm gözlərim yanır, dərim qızarırdı. Bunda əsla elə bir şey olmadı. Ona görə 10 puanı hak edir. Evroşin markasının makiyaj təmizləmə yağı. Buna isə 10-da 6 verirəm. Çünki çox suludur və istifadə edəndə qolumdan tökülür. Bu özəlliyini sevmədim. Düşünürəm ki, növbəti dəfə balm alıb sınayacağam. Qeyd edim ki, makiyajı yaxşı təmizləyir. Sadəcə çox axışqan olduğu üçün üzümə vurmamış tökülür. Piras markasına aid tonik. Buna 10 üzərindən 5 verirəm. İstifadə qaydası bitdiyi üçün bu qədərini atacağım. 5 vermə səbəbim ondadır ki, ilk başlarda çox yaxşı təsir göstərdi, sonra effektini çox da yaxşı görmədim. Bu arada onu da qeyd edim ki, qoxulara qarşı həssaslığınız varsa istifadə etməyinizi tövsiyə etmirəm. Düşünürəm ki, sizlər üçün çox uzun videolar sıxıcı olacaq, onun üçün hər məhsulu hissələrə bölüb videolar şəklində sizinlə paylaşacağım. Part 2 üçün məni təqib etməyi unutma.